olsun sana ben feda Sekine, gelecek ana yerine. Sana ben feda Sekine, gelecek ana yerine. Yakacak kanı eline, böyle toyun mübarek olmaz. Yakacak kanı eline, böyle toyun mübarek olmaz. Bu toyun mübarek olsun, emin oğlumun ayağa. Bu toyun mübarek olsun, gelin gelip otağa. Bu toyun mübarek olsun, gelin gelip otağa. Bu toyun Mübarek olsun, hani bülbülüm bağında ya, gülün ayaleler dağında. Hani bülbülüm bağında ya, gülün ayaleler dağında. Hani saya dişin sağında ya, bu toyun mübarek olsun. Hani saya dişin sağında ya, bu toyun mübarek olsun. emin oğludur ayağa. Bu toyun mübarek olsun. Emin oğludur ayağa. Bu toyun mübarek olsun. Gelinin gelip otağa. Bu toyun mübarek olsun. Gelinin gelip otağa. Bu toyun mübarek olsun. Bir doyur ağlar, bağlayın başı yarattın. Ettin beni bu Kerbela çölünde, bir vatan kari külbayır. Aman ben arı solmağıma
da canım oğlum. O kanlı göğe kurbanım oğlum. Deme gahe gelir, gahe durar. Gece gündüz ağlayan yorulur. Amarlı boynu sen gamcı vururlar. Cereye yaşayan olar, nağlayan olar. Cereye nağlayan olar, aşayan olar. Kalan cenazesi üryanım olar. Kalan cenazesi üryanım olar. O da yol gözüne kurbanım olar. O da yol gözüne kurbanım olar. Işıkçılar geldi. Işıkçılar sordu. Tamam kardeşim gidelim. Burada oldu. Hamza ben yok şimdi. Ben koç koşar. Daha iyi bir tane kopmuş. Ne geç kaldı? Değil. Diye koyuyor.
bir selamet zikirliye ümumən dünyada o şəxslər gedib qətiyyən yada düşmürlər. Onları da vurur. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bir selamet kiçikdən böyüyə, qadından kişiyə qədər, nə qədər ki, İbi Heybət ocağından, İbi Heybət kəndindən gedənlər var, onların ruhunu bəxşedir. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Qonağımız Molla Məhəmməddir, Allah Teala atası Molla Cavana rəhmət eləsin, bir səlavətdə onun əmvadına bəxşedir. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Uzaqdan, yaxından yığışmışıq bu günləri bura. Bir səlavətdə biri-birimizin əvvacı gün bəxşedir. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme salli ala والسلام على نبي هاشمي قريشي مكي مدني خاتم النبيين أبا القاسم محمد المصطفى صلى الله عليه وآله وسلم. والصلاة والسلام على مولانا ومقتدانا. والصلاة والسلام على مولانا ومقتدانا. أسد الله يد الله صاحب الفداء. شفيق يا موت. والصلاة والسلام على الحسنين فاطمة الزهراء سيدة النساء العالمين. والصلاة والسلام خديجة الكبرى المؤمنين. والصلاة والسلام على حسن المجتبى والصلاة والسلام يا أبا عبد الله يا يا حسين المظلوم بكربلاء. والصلاة والسلام يا أهل بيت الكعبة وموت الرسالة ومختلف الملائكة.
kardeşlerin düğünleri Ağustos ayının 31'i Şanlı günü bizim buna yığılmamızın, yani bu çadırın kurulmasının sebebi ondan ibarettir ki Allah Teala o şahslara lanet eləsin ki ateizmin güçlü vaxtında 700 illik bir abidəni 37-36 illərdə partlattılar, məhv elədilər. Əgər məhv olmasaydı, bugünkü gündə nə üçün biz çadırda otururduq, Allah oturardı harda, xanımdan qalan meçiddə və Xudadan bir dağlarına var verdimiz, Allah xatirinə Məhəmməd və Ali Məhəmmədin xatirinə Prezidentimizin gəlmə, şeyxin gəlmə, kömətimizin gəlmə, kömət böyüklərinin gəlmə, xalq cəməsinin gəlmə, kim işdə qadirdirsə Allah Teala onun gəlmə, məhəmmət salsın, mərhəmət salsın, bu məscidin yerindən qurulmasını Allah Teala özü. Aman versin, bir günlərin bəlirlənməkdə Məqsəd Hüseyin Aleyhisselamın tufağının dağılmasının 40 günüyle əlaqədar olaraqdır ki, imam müsibətine yığılmışır. Xudavənd-i Teala özünün Allah'ın xatirinə, bu imamın müsibəti xatirinə toprağın altında yatan şəhidləriyle toprağın üstünde gezen içitleriyle ağ bir keş mümin analarımızla aksakkal mümin atalarımızla əzizlərimizlə ziniyetli olan bu Azerbaycan toprağını Xudavənd-i Teala düşmanın belasından özü dəfələsin ya Rabbi ya Resulallah. Allah Teala bu işte bize nicət versin, əqlimizi, can sağlığımızı, səbrimizi əlimizdən almasın və layiqət nicədir. Özümüz Allah'ın xatirinə Xudavənd-i Teala cümle belaların, cümle musibetlerin, cümle ihtisasların ahırını İslam milletinin, İslam dinini xeyrə versin və Xudavənd-i Teala atanın ocağından, ananın kucağından, Azerbaycan'ın ucağından bir tikə çörək üçün uzaq yerlerde çalışan, əlləşən, vuruşan kardeşlerimize, analarımızı, bacılarımızla bu azəli toprağına salamat yedirsin bari Peygamber. Vesselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah Teala sizden razı olsun ya. Allah sana acır versin. Allah Teala hadis abilerinin vücudunu bir bela eylesin. Roza okudu, kalbimizi gamgin eledi. O gamgin olan kalpler kıyametin günü hemden azad olar inşallah. Allah hesaplesen, razini qarib ededi, rahmet eylesin. Onun nohası var, tehallüste buyurur ki, Raci, tolanma bu bir mehri vefa dünyaya, ve halbuki biz tolanırız dünyama. Raci, tolanma bu bir mehri vefa dünyaya, elde bir saye, elde bir tuşa gerek, tüm seferi ülbaya, Naqd aşkıyla bugün ca'mele bir sermaye, gözyaşı her olunur, haşrede her yönüne. Kim İmamcı Aleyhisselam'ın musibetinde ağlar, onun o gözyaşları diyeli bir kıyametin günü döner bir lal olar.
Necə ki, bir kasıb bir kişi heç bir manatı gümanı yoxdur, bir qiymətli bir daş tapar. Gedər onu xiridarında, sərrafda onu xırdalayar, gedər verər dərdinə, çoluna, övə gələr. Bazardan əhl-i əyalına lazım olan ruzini alar, götürər gələr. Görün, əhl-i əyalı nə qədər şadiman olar. Odur ki, bu dünyada kimlər İmam Hüseynin müsibətində qəmgin olar, İnşallah qiyameti günündə Allah ona bəli, mərhəmət edər, onun günahlarından qələmə çəkər və Allah qalanları behişdən mükafatlandırır inşallah. Şükür-ü ləhədən rəvayətdir, ravi belə buyurur. Qədamət buyurur ki, gəlir Peyğəmbər balası İmam Hüseynin mübarək başını bədənindən cida ediyəm. واشفي مرضانا بآيات القرآن وسلم أحيانا بحرمة القرآن اللهم اجعل القرآن لنا في الدنيا رحمة وفي القبر الموسى وفي الصراط جوازا ومن النار سترا وحجابا اللهم بلغ وأبصر ثوابنا وقرأناه من كتابك الكريم والآياتك العظيم هدية منا واصلة إلى روح محمد المصطفى صلى الله عليه وآله وسلم وأمير المؤمنين علي بن أبي طالب عليه السلام صلوات الله وسلامه عليه وفاطمة الزهراء مجباري سيدتي نساء العالمين صلوات الله عليها والحسن مجتبى والحسين شهيد بكربلاء وباقي الأئمة الهدى صلوات الله وسلامه عليه وعليهم أجمعين برحمتك يا أرحم الراحمين بتخصيص إلى روح أرواح
مرحومين المقبورين المغفورين المعلومين مع أرواح أموات الوالدين الحاضرين بحق محمد وعلي والفاطمة والحسن والحسين وبالطيبين الطاهرين وبالحرمة سورة المباركة أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد الله أكبر اللهم صل على محمد الله Çek. Mirza gel. Oradan başla. Oradan başla. Hara aşk gelir oraya. Senin dua. Hadi güzel eme. Yok. Ne de karadan oynayayım ya. Ben biliyor musun? Başlıyor. Nasıl var? Kimsi lazım diyor lan. Kimsi lazım diyor. İstakan. Kaç götürüyor gidelim sen buna. İstakan kim? Var. Bu ver aslan.
Bak Akif, vay Akif. Bak gün ne lazım. Bak gün ne lazımdır. Hadi çekin. Allah ay bala. Abi bir tane nimçe ver. Bir tane nimçe ver.
الطيبين الطاهرين ولا نقل الله دائما اجمعين الى قيام يوم الدين. الحمد لله رب العالمين والعاقبة للمتقين تحية للعاقلين وبركة للظالمين والصحة وسلامة للحاضرين والمسافرين والقائمين بالجالسين. اللهم اجعل بنعمتنا الدائمة وبنعمتنا قائمة والأولاد الصالحات. اللهم تقبل منا حسنات المحسنين سيما هذا الاستاذ بالحق بالقرآن زاد الله النعم ودافع الله الندم وبالحق السيد العرب على الأجيال بين مقبول الإحسان وبسبب الإحسان الروحي مرحومين المغفورين المبرورين المعلومين وأموات الحاضرين بحق محمد وآله الطاهرين وبحرمة سورة المباركة الفاتحة. اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم إياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله أكبر. اللهم صل على محمد وآل محمد. Salavat Muhammed Ali Muhammed'in gül cemaline. Dünyaya vida eden Seyyid Sadat, Garib Kureba, Bibari, İsmet Mariz, Ehl-i Pakistanlılar, istirahat ruhuna salavat etmeyecekler. Kardeşler uzaktan yakından zahmet çekirler, teşrifler buyururlar. Allah bizimlerin bir bela, emmalarını fadilik rahmet, emmatı hakkında salavat zikirleyine. Ayakta zahmet çekirler, kral verirler, süre salıp yürüştürürler, her ne oluyor? Hizmetkarlı verirler İmam Hüseyin Aleyhisselam'ın mecalisine, zinet verirler. Allah Teala onları da selamet eylesin. Dünyadan gidenler de hakkında salavat hediyeleyine. Analar, bacılar, kızlarımız zahmet çekirler, tam havlu edirler. Allah Teala bunları, ana bacıları, kızlarımızı Fatıma-i Zehra'ya bağışlasın. Bunların da emvatı hakkında salavat hediyeleyine. Bu kardeşim de elinde bu cihazı tutup, bəli yadiyar olarak bu çekir, lerinde çekir, neydir, zahmet çekir. Allah Teala bunun da emvatını kalidi rahmet eylesin. Emvatı hakkında salavat gönderin. Bu kentten, bu devlet kendinden, İslamiyet'ten ne kadar ki esir hal olurlar. İstirahat ruhuna salavat gönderin. İslam yolunda, hak yolunda, vətəndən kənarda qayı qürbətdə vəfat edirlər, əsir xarc olurlar. Onların ruhunu şad elə bu günləri ruhuna salavat göndərinə. Muhammedun və Ali Muhammed. O şəxslər ki, dünyadan gedirlər, ya güman edirlər ya da salan yoxdur. Övlad olub gedib, məni kimi bifər övlad edib, ildə bir dəfə onun məzarını ziyarət eyləmirəm. Onlara bədvaris deyərlər. Onların istirahati haqqında salavat hediyeleyine. Kur'an tafsirdiler, Yasin okudular, davet okudular, vayyileri geldiler, amin dediler, kalpleri temkin oldu. Allah Teala hakkı selamet eylesin. Hacı kardeşimde Allah Teala Muhammed'i izliyor. Allah Teala Hacı Efsar kardeşime şifayı acil keramet eylesin.
İmumiyyətlə Allah Teala cəm İslamiyyətdə olan mərizə və şifaya acil kəramət eyləsin. Hacı da Allah'ın içində, hacının ənvatını vasırahat ruhuna salavat göndərginlər inşallah. Bu ki İslamiyyətdə yaxşı kişilər olublar, milletin aksası adını alıblar. Hacı Zeynel Abidin Tağıyov, Allah Teala qarib rəhmət eyləsin, istirahat ruhuna salavat göndərginlər. Allah Teala cəmi İslamiyyətdə olanları ta Hazreti Adem'den bu yana qarib rəhmət eyləsin dünyadan göçürlər. Şeyh Babanın da istirahat ruhuna salavat eyləsinlər. O şəxslər ki mallarından, canlarından İslam yolunda geçirdiler ve dünyadan göçürler. Onların da ruhu şad olur, ruhuna salavat gönderdiler. Muhammedun ve Allah. Ustad, müəllimlərimiz olur. Mən hesab edirəm ki, bizim bu dini mərasim ki var, tədbiri ki bizim kənd cəmaatı keçirir. İmamın birindən başlanmış, qırğına bugün qırğında deyil. Mən inşallah deyib bir şey qeyd eləmək istəyirəm ki, bizim Bibi Heybət kəndinin ilk addımı hesab edirəm. Bu son 10 illiklər ərzində və bir şeyi də inşallah arzu edirəm ki, bu ilk addım bizi üçün uğurlu olsun. Bütün imamlarımızın, bütün dinimizin bizə olan göstərişləri bizə uğur olsun. Ki kəndimiz ağ günə çıxsın, abadlaşsın, cəmaatı firavan yaşasın. Ki bütün əhli, kənd cəmaatı, ağsaqqallar başda olmaqla, cavanlar da onların göstərişlərinə əməl eləməklə sağ-salamat inşallah bütün işlərimiz avand olsun. Mən ancaq bunu deyə bilərəm. Meçidimizdəki bizim meçidimiz tezliyi ilə tikilsin, cəmaatımız əzab çəkməsin. Sayı hər biri getməsin, sayılı gedilməsin. Taza pirəydəymiş gedin, ziyarətlər eləməsin. Hani öz meçidimizdə ziyarətlər eləsin. Qərib də Xeyriyyə Cəmiyyəti ilə adından bir kəlmə desin ki, qəsəbəmizdə Xeyriyyə Cəmiyyəti yaranıb. Həmin bu Xeyriyyə Cəmiyyəti də çalışır ki, bu qəsəbənin xoş günə çıxması, Bibi Heybət məscidinin tikilməsi, hansı ki bu Bibi Heybət məscidinin yerində biz bu saat palatkalardan istifadə edirik. O günlər olsun ki, bu palatkaların yerində məscid tikilsin. Biz də o məscidə xalqımızın o itmiş 50 il geridə qalmış, itirdiyimiz o dini imanı, hansı ki xalqımızı irəli apara bilər, kənd qəsəbəsini, qəsəbənin bütün xalqını birləşdirə bilər, o məscidi tezliklə tiksinlər, bizim də arzumuz olur. Bir neçə şeyə tələsmək lazım. Əvvəla, ən vacibi tövbədir. Birinci tövbədir.
azan. Allah sizden razı olsun. Allah Allah'ın hatırına bizim bu eczamızı kıyametin gününde Muhammed Aleyhisselam'ın çiçeği meclislerinden biri hesap ederse ve onun acır müşafahını verir.
Azerbaycan'da hiç farkı yok. Ancak bir tane farkı orasındadır ki arasında Araz çarşıları var. Araz'ın o tayından gelmiş İspender adında kardeşimiz İnşallah Teala İmam Hüseyin Meclisi'ne röntgen etmekten ötürü